Proqramlaşdırma ilə başlayırıq. Pythonun birinci bölməsi və nəzəriyyə hissəsindən başlayacağım. Aha. Ə, deməli, belə deyək ki, proqramlaşdırma ilk olaraq nədir? Sistem və tətbiqi proqramları yaratmaq üçün proqramlaşdırma alətlərindən, yəni proqramlaşdırma dillərindən istifadə olunur. Bunu qeyd edeyim. Aha. Ə, və belə deyək ki, bunu da yazaq. Proqram yazmaq üçün bizə lazım olan proqramlaşdırma dillərinə tam şəkildə kifayət etmir. Yəni, necə deyirlər? Mərhələlərə ayrılır. 6 mərhələyə bölürük və bizə proqramlaşdırılma 3-cü mərhələdə lazım olur. Yəni, 3-cü mərhələdən etibarən başlayır. Bu şəkildə qeyd edeyim. İndi mərhələləri qeyd edək. Deməli, mərhələlər. Birinci mərhələ təhlil mərhələsidir. Təhlildə nə olur? Təhlil, daha sonra gələcək layihələndirmə. Layihələndirmə mərhələsindən sonra 3-cü mərhələ kodlaşdırma. Daha sonra test mərhələsi, 4-cü mərhələ, 5-ci mərhələ tətbiq mərhələsi, 6-cı mərhələ proqramın müşayiəti və texniki dəstək. Bu şəkildə bölünür 6 mərhələyə. İndi baxaq görə təhlil mərhələsi nədir? Deməli, təhlil mərhələsində dində necə birəbir yazılıbsa, ondan gedəcəyik. Çünki testlərdə də o şəkildə düşəcək. Yəni, əlavə sözlərdən istifadə etməyəcəm. Kitabda nədirsə odur. Amma qalanları, yəni özündən əlavələr də olunacaq. Əlavə qeydlərim də var. Onlar da bu PDF-in, bu kitabın içərisində yerləşdirəcəm. Belə deyək ki, proqram olan tələblər təhlil olunur. Tələblərin təhlil prosesində proqramın əsas təyinatı dəqiqləşdirilir. Tələb olunan resurslar və proqramın dəyəri qiymətləndirilir. Bu şəkildə birəbir eynisi verilir və indi keçək layihələndirmə. Ümumiyyətlə, həyatda layihə deyilən nə başa düşürük? Hər hansı bir layihənin hazırlanması da, yəni bu şəkildə proqramın da layihəsi hazırlanır. Proqram layihəsi hazırlanır. Bu mərhələdə proqramçılar üçün texniki tapşırıqlar verilir. Testləmə mərhələsində yazın. Testləmə yox, kodlaşdırma mərhələsi. Deməli, kodlaşdırma alqoritm qurulur və layihələndirmə mərhələsində seçilmiş proqramlaşdırma dilində proqram tərtib olunur. Yəni, bu qədər. 3-cü mərhələmizdir bizim. Sonra gəlir test mərhələsi. Testləşdirmə mərhələsi biraz uzun mərhələdir. Kodlaşdırma tam başa çatmadıqdan sonra, yəni çatdıqdan sonra, bəzən isə daha öncə, belə deyək. Ayrı hissələrin kodlaşdırılması bitdikdən sonra proqramın təkləşdirilməsi və əsaslanması yerinə yetirilir. Bu mərhələdə proqram düzgün işlənməsi, onun iş effektivliyi və yaranma biləcək qeyri-adekvatlıq, yəni hər hansısa bir errorlar, texniki nasazlıqlar yoxlanılır bu mərhələdə testləşdirmədə və aşkar edilir. Aşkar edilmiş xətalar haqqında məlumat verilir.
Yəni aşkar edilmiş xətalı hallarda e, proqramçıya məlumat bildirilir. Yəni proqramçı məsələləri həll edir. Daha sonra keçirir tətbiqi mərhələsinə. Tətbiqi nədir? E, Belə deyək, hazırlanmış proqram istifadə olunacaq avadanlıqlar, yəni hazırlanmış proqram istifadə olunacaq avadanlıqlar quraşdırılır. Əvvəl istifadə olunmuş öncəki versiyalardakı verilən və məlumatlar yeni proqrama keçirilir. Bu proqramda işləyəcək şəxslər, yəni ümumi təlim keçirilir. Ümumi təlim keçirilir onlara. Aha. Daha sonra gəldi proqramın müşahidə və texniki dəstək. Proqram müşahidə proqram istifadəsi zamanı yaranmış xətaları aşkarlanaraq aradan qaldırılır, yəni bu zaman. İstifadəçilərin proqram haqqında fikirləri toplanır, bu fikirlər əsasında dəyişikliklər edilir. Ə, Bu şəkildə gedəcəyik burada. Bu sadəcə bir 6 mərhələdən ibarətdir və bunu biz oxuyacağıq. Sonra keçirik modullar. Modullar nədir? Deməli uşaqlar, modullar belə deyək. Proqram yazılarkən hər hansı bir lazımi kodu başqa proqramda istifadə etmək üçün Python dilində modullardan istifadə olunur. Belə deyək. Modullar müxtəlifdə əsasən 6 növün öyrənəcəyik burada. Modullar funksiya, dəyişən və başqa obyektlərdən ibarət proqramlardır. Belə deyək. Bəzi modullar Python dilinin öz daxilində olur. Yəni buna bir neçəsindən Tkinter modulu misal göstərmək olar. Yəni indi qeyd edirəm bunlarda. Bəzilərini isə ayrıca yükləməliyik, istifadə etməliyik. Məsələn, oyun proqramları yazmaq üçün belə deyək, Tkinter modulu var və yaxud da Pygame modulundan istifadə edirik. Daha sonra görüntülərlə işləmək üçün belə deyək ki, pil modulu var və yaxud da 3 ölçülü üçünsə belə deyək, Panda 3D modulundan istifadə olunur. Sonra Turle adlı modulumuz var. Bu bağanın hərəkəti zamanı istifadə olunur. Əsasən Atılloqu proqramındakı bağa, məsələn, onu misal gətirmək olar. Daha sonra belə deyək, riyazi məsələlər üçün də SQLT və yaxud da riyazi məsələlər üçün də indi deyək, Massive modulundan istifadə olunur. Aha, modullar haqqında bu qədər. 6 dənə moduldur. Onları ayırmalıyıq və adlarını da bilməliyik bu qədər. Yəni çətin bir şey yoxdur burada. Daha sonra modullar bir də import açar sözü vasitəsilə daxil qoşulur proqrama. Sonra gəldik dəyişənlər. Dəyişənlər proqramın gedişatı zamanı öz kəmiyyətini, öz dəyərini dəyişənlərə, yəni dəyişə bilən kəmiyyətlərə dəyişənlər deyir. Belə bir qayda gedirik. Və əsasən dəyişənin 3 halını bilməliyik ki, nə olar onda, nə olmaz. Dəyişənlərin adları ilə, yəni bu bir addır, bundan istifadə edirik və ona qiymət veririk, belə deyək. 3 qayda var. Rəqəmlə başlayan dəyişən olmaz. Rəqəmlə başlayan dəyişən yarada bilmirəm. Məsələn, 5B bərabərdə 6-yı bu şəkildə qoya bilmərəm. Boşluq işarəsindən istifadə edə bilmərəm. Xüsusi simvollardan istifadə edə bilmərəm. Baxın, bu simvollardan istifadə edə bilmərəm. Daha sonra yalnız altdan xəttdən istifadə edə bilərəm. Yaxşımı? Altdan xəttdən istifadə edə bilərəm. Bir də ki, diyez işarəsi var. Diyez işarəsi, belə deyək, rəy bildirmək üçün, belə deyək də, bir məlumat qoyursan, böyük proqramçılar, yəni biz kiçik proqramlar quracağıq və bizə hər hansı bir qeyd qoymaq ehtiyac yoxdur. Amma bəzən onun üçün çox böyük proqramlar yaradılır və hər hansı bir yerdə bir sətir əlavə olunmalıdır ki,
Bir neçə proqramçı çünki bir yerdə işləyir və bir backend digərinin nə qurduğunu bilməlidir, başa düşməlidir. Bunun üçün də qeydlər əlavə olunur. Bu qeydlərdə bizə diez işarəsindən istifadə edərək necə deyirlər, qoymuş oluruq. Aha, daha sonra hə, tərifini qeyd edeyim. Proqramın giriş zamanı öz dəyərini dəyişə keyfiyyətlərə, dəyişənlərə adlanır. Məsələn, burada bu mənimsətmə işarəsidir. A bərabərdir 5 mənimsətmə işarəsidir. Bu bərabər məlumat verim. Yazıram və bir də nələr olmaz nümunə şəklində deyim. Məsələn, 55 A bərabərdir 10 yaza bilmərəm. Olmaz. İkinci olaraq nə olmazdı bizə? Boşluq işarəsi A boşluq B bərabərdir 10 yaza bilmərəm. Olmaz. Üçüncü olaraq da ki, xüsusi simvol, məsələn, faiz işarəsi A bərabərdir 10 olmaz. Bu şəkildə istifadə edə bilmirəm. Bu qədər. Bir də hə, dəyişənlərdə belə deyək, böyük sözlərdən də istifadə olunur. Necə deyim, user, name, yəni dəyişən adında sözlərdən də istifadə olunur. Bu qədər.